Salam, vloguma xoş gəlmisiniz. Bugün bir yerdə Almaniyanın məşhur marketlərindən olan Reve'dən alış-veriş edəcəyik və mən sizə göstərəcəm Bakıdakı marketlərdən fərqi nədir. Burada Reve'də olan ərzaqlar daha mı keyfiyyətlidir? Məhsul çeşidi azdırmı, çoxdurmu? Fərqləri nələrdir? Əslində normalda mən alış-verişi gündəlik eləyirəm nə lazımdır, amma bu dəfə bir neçə gün yığdım ki, hər şeyi bir yerdə alım, həm də video çəkim sizə göstərim. Azərbaycanda bir neçə mağazalar şəbəkəsi olduğu kimi Araz, Bolmont falan. Burada da bayağı çoxlu mağazalar var. Lidl, Edeka, Aldi, Reve falan. Mən Reve'ni üstün tuturam, çünki Reve'də məhsullar daha yaxşı çeşidlənib, həm də daha çoxdur məncə. Qiymətdə biraz Aldiyə baxanda bahadır. Bu və bunun belə tutmağa yeri var. Bu və bunu götürməyə qərar verdim. Onda hazırıq, gedirik. İlk girən kimi burada güllər var. Qəşəng alıb çıxmaq üçün əladır. Burada dipçəkdə də var və yaxud da belə buket halında güllər var. Cəmaət alır hədiyyəlik. Video çəkəcək ki, alış-veriş eləmək həqiqətən çox çətindir. Belə balaca xiyarlar da var, amma məncə ən yaxşısı belə böyük xiyar almaqdır. Çünki bunlar qiymət cəhətdən daha sərfəlidir. 1 manat 29 qəpik deyirəm. 1 avro 29 sentdir. Məni yesəm bədənini suyla dolduraram. Dərin qurumaz, böyrəklərin rahat işləyər. Biberi yeməkdə çox xoşduram. Usta qırmızı biberi bu üçlü 3.99-dur. Hardasa 6 manat. Məncə çox bahadır. Amma 1 kiloluq qırmızı biber də 7 avrodur. Bu da hardasa da yarım kilodur. Ondan sonra məncə bunu almaq daha yaxşıdır. Mən belə kilo ilə 5-6 dənə pomidor götürdüm. Çünki o ümumi paketdə olanlar bəzən xarab olur. Və bunu da məncə deyim ki, Almaniyada tərəvəzlər və meyvələr məncə çox dadsızdır. Yəni bizdəki pomidorların dadı yoxdur və yaxud da meyvələrin o dəfə üzüm aldıq, sıfır dadı. Yəni şirin dadı belə gəlmirdi. Belə sarımsaqlar 4-ü də 1.29 avrodur. Badımcanın vəbşə dənəsi 2.29'dur. Yəni badımcansan da sən. Badımcanam. Məni yesən xolesterini azaldaram. Bağırsaqlarını təmizləyərəm. Yoldaysa, deməli bunlar yolda yemək üçün snəklərdir. Məsələn, suşilər var. Yəni al yolda ye, çox qısa. Suplar var, sendviçlərdir, yolda yeməklik, salatlardır, tuna balığı salatları, toyuq salatları. İnsanlar burada mən daxil, yəni tez belə şeylər alırlar. Burada həm evdə aparıb yeyə biləcəksiniz, həm də yolda atışdırmalıq meyvələr var. Bu meyvələrin də qiymətləri 3-4 avro arası dəyişir. Demək burada laks flet var, solmun balığı, qızıl balıq. Məncə burada o qədər baha deyil. Buranın maaşına nəzərdə, yəni almaq olar bunu. Bakıda bildiyim qədərilə bu çox bahadır. Bayaqdan göstərmək istədiyim elə buydu. Məsələn, mən burada toyuq ətinin başından çox adsız olduğunu düşünürəm. Yəni o cəhətdən buranın mağazalarını bəyənmirəm. Çünki məsələn gördünüz 400 qram toyuq 6 avrodur və bu hardasa 12 manat edir. Təbii ki də buranın maaşı ilə məncə qiyməti yaxşıdır. Amma Azərbaycanda maaş alan biri üçün burada toyuq ət çox bahadır. Kimi çox dadsızdır. Çərəzlər də Bakıdakı kimi kilo ilə çəki ilə satılmır. Bəlkə bəzi ərəb mağazalarında, türk mağazalarında satılar. Burada hamısı belə paketləndir. Mən bunu alacağım. Burada ancaq Hind qozu, badam, cəviz falandır. Yəni qoz ən favori şeylərimdən biridir. Çörək adeli haqqında danışmaq istəyirəm. Ümumiyyətlə burada çeşid çoxdur. Hər şeyin çeşidi daha çoxdur. Bu tərəfdən həqiqətən çox yaxşıdır məncə. Çörəklərin də qara çörək çeşidləri çoxdur və yaxud da glutensiz falan çörəklər, bunlar da çoxdur. Hər cür çeşid var. Hətta bəziləri var, dondurucuda saxlayırsınız çörəkləri və özünüz bişirirsiniz. Yəni bu da çox yaxşı bir şeydir. Nəsə o şey bəyənirəm. Mən düzü o qədər çörək almıram, amma məncə bu qədər çeşidin çox olması çox yaxşıdır. Bunlar bişirmək üçün olan çörəklərdir. Yaxşı şeylərdən biri. Demək burada yulaf südü, badam südü, kokos südü çox əl çatandır marketlərdə və bunlar heç baha deyillər. Məsələn, yulaf südü, şəkər əlavəsiz də var, ümumiyyətlə şəkərsiz də var. Hər cür çeşid var və cəmi 90 sentdir. Məsələn, burada makaron çeşidləri də daha çoxdur. Hər cür markanın hər növ makaronları var. Və məsələn, daha rahat həzm üçün mən buğda unundan olan makaronu alıram. O daha rahat həzm olunur və daha vitaminlərlə zəngindir. Ona görə məsələn, burada onları tapmaq çox rahatdır.
bura jelibon cənnətidir, amma mən bu bölmələrdən uzaq durmağa çalışıram. Buradakı jelibonlar da başdakı jelibonlardan çox fərqli. Nə qədər eyni Haribo olsa da buradakılar daha dadlıdır. Amma mən çalışıram ümumiyyətlə çox belə paket qidalar istifadə eləməyim. Çünki həqiqətən çox yedikcə asılsı olursa, mən bir ara bütün gün jelibon alırdım Almaniyada və yaxud da şokoladlar alırdım. Və Alman şokoladları. Almaniyada ən qəşəng, ən dadlı şey nə desəz, həqiqətən mən şokolad deyərdim. Mənim favorimdir. 300 qramı 5 manatdır. Bunu Bakıda da bir mağazaya gətirirdilər. Heç eyni dad deyildi. Yəni tamamilə fərqli dadı. Buradakı çox dadıdır. Bundan da uzaq dururam. Çünki alsam özümü saxlaya bilməyib bütün gün yeyəcəm. Bakıda aldığımız mersilərin qiyməti. Bu mersi 5 avrodur hardasa. Bunlar ümumiyyətlə 2.29-dur. Burada mersi baha deyil. Mağazada təkcə Almaniyanın yox, Koreya məhsullarından da var. Burada Koreyalıların ramen falan və yaxud da Çinlilərin, bilmirəm düzü hansınındır, kimçi falan var. Mən Almaniyada bu çox çeşidliliyi çox bəyənirəm. Məsələn, portağal yağı, biber yağı, rozmarin yağı, reyhan, nanə yağları. Yəni çox yaxşılar. Düz bunları nə üçün istifadə edirlər bilmirəm. Çünki biz Bakıda istifadə eləmirik. Amma burada inanılmaz dərəcədə çox çeşid var. Sizə göstərəcəm. Məncə burada ən yaxşı şeylərdən biri bu marketlərdəki hər şeyin dondurulmuş olmasıdır. Pizzanın dondurulmuşu var, toyuğun, balığın, yəni dondurmanın dondurulmuşu olmur. Dondurma Donald olur, neysə. Yəni sən heç özünün əziyyət çəkib təmizləməyinə ehtiyac yoxdur. Nar dənələri var dondurulmuş halda. Yəni gördüyünüz kimi hər şeyin dondurulmuşu var. Atırsan 5 dəqiqə bişir. Mangonun belə dondurulmuşu var. Lərdən başım çıxmır o qədər, bilmirəm, deyəsən petruşka falan bunların da dondurulmuşu var. Burada gördünüz, burada cheesecake'in falan da xaladenik versiyası var. Amma heç bəyənmədiyim bir şey, Bakıda olub burada olmayan, məsələn tortlar, şirniyyatlar. Burada məsələn mən az gün olmuşdu keçən il, mən tort tapa bilmədim. Ancaq belə balaca ya xaladenikdə olan cheesecake'lərdir, ya çörək satılan yerlərdə balaca cheesecake'lərdir. Yəni tort yoxdur. Yəni bunların tort nəsə anlayışları yoxdur bizdəki kimi. Bizdə tort tapmaq nədir ki, sular bölməsindəyik. Buradan alacağım. Valla bu suların fərqləri nədir? Nəyə görə belə bölünürlər bilmirəm. Mən bu suyu götürəcəm. Fronda 1% qatıq aldım. Burada yaxşı olan şeylərdən biri odur ki, 0.1%, 1.5, 3 və yaxud da daha çox faizli yağlı qatıqlar tapmaq olur istəyə görə. Bağırsaqlarını sakitləşdirirəm, həzmi yaxşılaşdırıram və mikrofloranı bərpa edirəm. Məni yesən şişkinlik azalır və immunitetin güclənir. Bir şey var ki, qatıqlar da çox dadsızdır. Yəni Azərbaycandakı qatıqlar çox dadlıdır. Hələ o kənd qatıqları olur, yəni ora hara, bura hara. Burada bunları özümüz vurmalıyıq. Yəni təbii ki də kassa var, amma mən həmişə özüm vururam. Qatıqlarım hamısı 19 avro tutdu. İndi bir dənə Aldi marketinə girəcəyik. Çünki mən avokado almaq istirdim. Burada yaxşısını tapmadım. Məsələn, avokadonun qiyməti Almaniyada çox yaxşıdır. Bir də cəmi 69 sentə belə salatlar var. Yeməyin yanında yeməliyik. Revedə gördünüzdə 400 qram 6 avroydu, amma burada 400 qram 3.59'dur. Nəhayət gəldim. Mənim aldıqlarımı gördünüz. Mən indi öz fikrimi deyim. Düşünürəm ki, bolluq cəhətlərini, çeşidlilik cəhətdən Almaniyadakı marketlər daha rahatdır və bir yaxşı şeylərdən biri də odur ki, məncə sağlam qidalanmaq Almaniyada ucuzdur. Məsələn, Azərbaycanda, Bakıda sağlam qidalanmaq istəyəndə almalı olduğun şeylər daha bahadırlar. Ümumiyyətlə normal qidalardan 2-3 dəfə bahadırlar. Burada məncə o şeylər daha yaxşıdır. Keyfiyyətə baxanda, yəni ola bilər keyfiyyət eyni olsun, amma dad cəhətdən deyim ki, Bakıdakı şeylər daha dadlıdır. Məsələn, dediyim kimi qatıqlar olsun, tərəvəzlər, meyvələr xüsusilə. Sitrus bitkiləri ola bilər ki, dadları oxşar olsun. Amma buradakı şeylər daha çox elə bir parnikdə yetişmiş şeylər kimidir. Yumurta da, məsələn, Azərbaycanda yumurta falan qat-qat yaxşıdır. Belə xüsusən ət, toyuq, bu şeyləri mən burada türk mağazasından, ərəb mağazasından da alıb yoxlamışdım, amma onda da bəyənməmişdim. Yəni Azərbaycanın əti, toyuğu sözsüz ki, daha dadlıdır. Toyuq hardasa eyni ola bilər, amma ət 100% bizdə qat-qat yaxşıdır.
Belə siz nə düşünürsüz qiymətlər barədə? Məncə qiymətlər burada yaşayan bir insan üçün o qədər baha deyil. Hətta bəzi şeylər Azərbaycanda yaşayanlar üçün də yaxşıdır, amma bəzi şeylər daha baha gəlir insana, yəni manatla müqayisədə təbii ki də. Yəni belə bu mənim şəxsi fikrimdir. Siz nə düşünürsünüzsə yaza bilərsiniz. Vloquma baxdığınız üçün çox sağ olun. Hələlik.